Getdi. İkinci videoda 41-dən başlayıram getməyə. Nəyin törəməsi sinus 2x verir? İbtidai funksiyası. Deməli 41-ci test. Nəyin törəməsi sinus 2x idi? Mənfi kosinus 2x bölü 2. Sərhəd hardan hara? 0-dan 90-a, yəni pi bölü 2. Pi bölü 2 90-dır. 90-ı vursam 2-yə 180. 180-də kosinus nə alır? Mənfi 1. Qabaqda mənfi də var, olacaq müsbət 2 də 1. 0 qoyanda 0-da nə alır? 0-da nə alır kosinus? 1 alır. Qabaqda da mənfi var. Bax, çıx, mənfi 1. O da elədi 2-də 1. Plus 1, o da elədi 2-də 3. Başa düşdük. Keçirəm bu birisinə, 42-yə baxın. Qırx ikinci sual. Uşaqlar, nəyin törəməsi y-ə görə nəyin törəməsi y-i verər? Y kvadrat bölü 2. Nəyin törəməsi 2-ni verir? 2y. Y-ə görə baxıramsa y. Sərhəd hardadır? 0-dan x-ə. Bu o deməkdir ki, x-i qoyuram yerinə. X-i qoyanda yerinə nə edir? X-in kvadratı bölü... Harada yazmışım? 2y. Çıx 2x. Kiçik olmalıdır. Nədən? Mənfi 3 bölü 2. Bu bərabərsizliyin daha doğrusu hər tərəfi vururam 2-yə. 2-yə vuranda elədi x-in kvadratı. Çıx 4x. 2-yə vuranda bu mənfi 3 edir. Mənfi 3-ü keçirdirəm bu izə. X-in kvadratı çıx 4x. Üstə gəl 3. Kiçikdir 0-dan. Vuruqları ayıranda x çıx 3 ilə x çıx 1 kimi ayrılır vuruqlara. Köklər 3 ilə 1-dir deyə. Ədəd oxu çəkirəm. Buranı 0-a çevirəm 1-dir. 1-i qeyd edirəm. Buranı 0-a çevirəm 3-dür. 3-ü qeyd edirəm. İntervalı ayırıram. 3-dən böyük qoyanda müsbət. Buradan mənfi, buradan müsbət. Sənə nə lazımdır? 0-dan kiçik olan, yəni mənfi olan hissə lazım. Bura 0 yazmalıydım. Uşaqlar 1 yazmış. Deməli nə oldu? Həllər çoxluğu hansı aralığa düşdü? 1-dən 3 arası. Bax 43-ə baxırıq. 43. İntegralda xassiə var. Əgər integralın sərhəddi eyni sərhəddirsə, bir integralın altında yazmaq olar. Bəli, 0-dan pi. Bu ikisi bir yerdə yazılanda sinus alfa, kosinus beta, kosinus alfa, sinus beta. Bu nəyin düsturudur? Sinus alfa plus beta. Sinus 5x. Nazim eşidirsən buranı, görürsən. Nəyin törəməsi sinus 5x? Mənfi kosinus 5x böl 5. Sərhəd 0-dan pi. Pi 180-dir. Qoyanda 5 pi-də 500. 5 pi nə edir? 2 pi-ləri ata bilirsən də. 2 dəfə 2 pi atanda qalır pi. Kosinus 5 pi elə kosinus pi demək. Kosinus pi-də nə alır? Mənfi 1. Qabaqda bir dənə mənfi var. Olur müsbət 1, 5 də buradadır, 5-də 1. 0 qoyanda kosinus 0-da nə alır? 1, qabağında da mənfi var. Mənfi 1 bölü 5. Mənfi mənfini müsbət edir, olur 5-də 2. Sıfırda 1 alır, müsbət 1. Qabağında bir dənə də mənfi var, mənfi 1. Bu da 0,4. Tutdu söhbət. Eyni qaydadan 44 əldə olur. 45-dən. Bax, yenə də sizin ən yaralı yeriniz. Trigonometriyanın bir də mövzunu qutarım, trigonometriya qayıracam. Bu, hasilin cəmə gətirmə düsturundan istifadə edirsiniz. Belə hasildən ayırmaq olur. Bax, 45. İntegral pi-dən mənfi pi. Bu nə edir? Hasilin cəmə gətirmə düsturuna görə. 2-də 1. 2 də kosinusdan olacaqdır. Razı. Kosinus. Alfa çıx bet. Bunları çıxanda nə edəcək? X edəcək. Çıx. Kosinus 3x. Cəmidə 3x edir. Bax, biz bilirik ki, integralda sabiti çıxartmaq olar integralın bayır.
Nəyin törəməsi kosinus x-dir? O mörtəzədir. Sinus x. Nəyin törəməsi kosinus 3x-dir? Sinus 3x böl 3. Sərhəd hardan aradı? Mənfi pi-dən müsbət pi. Pi-ni qoysam sinus pi-də alır 0. Sinus 3 pi-də də alacaq 0. 0 elədi bura. Yazsan 0. Çıx. Mörtəzə açıram. Mənfi pi-dən alır sinus. Gən də 0. Bu da gən də 0. Cavab bir dənə kocaman 0. Bildiniz? Bir şeydə yadınızdan çıxartmayın. Bunun 0 olduğunu mən eləmədən əvvəl də bilirdim. Sinus funksiyası necə funksiya? Tək. Bu birisi sinus nədir? Tək. 2 dənə tək funksiyanın hasili nə olur? Cüt funksiya. Cüt funksiyaların həmişə simmetrik oblast üzrə integralı sıfıra bərabər. Oblastda nədir? Mənfi pi-dən pi-yə isə simmetriya var da, toplayanda sıfır edir. Lipoid cüt funksiyanın simmetrik oblast üzrə integralı nəyə bərabərdir? Sıfıra. Hesablamadan da deyə bilər. Amma ən azı hasili cəmə gətirmə düsturunu təkrarlamış olur. Ha bu da. Bildin mi? Bildin mi? Ben dedim de. Bildin mi? Bir dənə də sorsam söyləyəcək. Bilgi sönür. Bu da kosinusların hasilini cəmə gətirmədir. Nəyin törəməsi y üstü x-dir? Y üstü x. Y üstü x. Sərhəd 1-dən A. A-nı qoyanda y üstündə nə edəcək? A. 1-i qoyanda y üstündə 1. Böyük olmalı nədən? 4 dənə y. A üstündə, y üstündə A böyük olacaq nədən? 5 dənə y. Y sualı y A. Burası aydındır. İndi burada biz A-nı tapmaq istəyirik. Hər tərəfi elenləyirəm. Çünki məqsədim var da, elen. Bax, bura elen eləyəndə, bax, gələ, bax, qırmızı ilə yazırım. Lap bu ilə yazsın. Buranı elenləyəndə, buranı da elenləyirəm, belə bil. Olur, bax, elen, y üstündə A, yerim yoxdur deyə buradan yazıram. Elen, 5 dənə y. Bu, A düşür qabağa. Elen y nə deməkdir? 1. Bura nə olacaq? Elen 5y. Demək odur, cavab edir, nədir? B bənd. A elen 5y-dən müsbət sonsuzdur. Eyni qayda ilə 48-i öz-üzə tapşıram, kəndi üzə tapşıram. Keçirəm bura. Bunu vurğulara ayırmağı bilirik də, Ayşə. X sıfır çök x sıfır bir çök x sıfır olur. Bəli. İntegral 0-dan 9-a. Yuxarı necə asılır vurğulara? Kök altında x çıx 1. Bir də kök altında x üstə gəl 1. Aşağısı da kök altında x plus 1 dx. Bununla bu gedir. Razısınız. Nə qalır? 0-dan 9-a. Bu kök altında x nə deməkdir? Çıx 1 dx. Biz ibtidai funksiya tapanda nə edirik? Üzərinə 1 gəlir. 2-də 1 üstə 1 gələndə nə olur? 2-də 3. Təzədən 2-də 3-ə bölmək 2 qalxır yuxarı, 3 düşür aşağı. Belə yazmaq. Bir də x-in törəməsidir. Sərhəd 0-dan 9-a yazırsan. 9-u qoyursan yerinə. Bax, 3-də 2.
9'u qoyanda yerinə. Bax yazıram. 9'u qoysam yerinə. 2-də 3. Çıx 9. 0'ı qoyanda da 0 edir. Bax bu 9 üçün kvadratıdır. Kvadratla bu 2 gedir. Qalır 3 üstü 3 27. 27-ni 3-ə böləndə 9 2-yə vuranda 18. Bana 18-dən də 9'u çıxırsan cavab edir 9. başa düşdüm. Qandınız? Bəli. Keçirik 51-ə. Arada başa düşürsən? Keçirik bura. 51. Nə olardı? Ceryan riyaziyyatda istəyirlərsə. Var. 50. Bəli. Bunun dərəcənin salınma düsturu ilə eləyəcəm. Bax, belə kvadrat eləyə bilmirəm. Yazıram necə? Bax. 0-dan pi böl 4-ə. 8 vur. Kosinus kvadrat alfanın dərəcə salınma düsturu nə idi? 1 üstə gəlib kosinus 2x böl 2 dx 0 pi böl 4. Bununla bu gedər. 4 qalar, o 4'ü çıxardaram bari. Çıxardıb yazaram bari. Qalar 1 üstə gəl kosinus 2x dx. Bax, bu 4 ilə işim yoxdur. 4 qalıb bu ayarda. Nəyin törəməsi 1'i verir? X-in. Nəyin törəməsi kosinus 2x-dir? Sinus 2x bölü 2. Sinus 2x bölü 2. Mörtəzədən bağla sərhəd 0-dan pi böl 4'ə. Bax, pi böl 4'ü qoysam bura. 4 vur. Pi böl 4. Plus. Pi böl 4'ü vursam 2'yə. Pi böl 2 eləyər. Sinus pi böl 2'də nə alır? Nə alır ay bura? 1. 1. 2'də 1 olacaq. Telefonu qoy əlimdən qırağa. 0 qoyanda da hamısı 0 elə. 4'ə vuranda pi. Üstə gəl. Ha. Sayıyorum. Bildiniz? Tamam. Əlikiyə bax, əlik başqadır. Sənin ürəyin qədər başında elə olsaydı çox yaxşı olardı. Bura baxırıq 53. Bu nəyin törəməsidir? X'in bu. Bu 3x kvadratı. 3x'in kvadratı plus 4x. Sıfırdan ay. A'nı qoyanda bura nə edəcək? A kubu. Çıx 3A'nın kvadratı. Plus 4A. 0 da qoysam olsa zaten 0 edəcək yazım. A kubu çıx A kvadratı çıx 8. Bax, bu A kubları gedir. Bu keçirdirəm bu üzə. Bu keçəndə bura mənfidir, müsbət keçdi. Oldu mənfi 2 dənə A-nın kvadratı. Üstə gəl 4A. Bu 8 mənfidir, keçəndə bura müsbət 8 bərabərdir 0. İndi tənliyi şəklinə gətirmək üçün, çevrilmiş kvadrat tənliyə gətirmək üçün mənfi 2-yə bölürəm. Nə soruşur indi? Köklərin hansı? Viyetə görə vermir buranı. Mənfi 4'ü verir. Çatdı. Bəli. Bax, bu da elə. Bunu necə eləyəcəm? 55. Sağ ol. Birdən 2'yə. Böləndə elədi 1 çıx 1 böl x dx. X-in nəyinin törəməsi 1 verir? X-in. Nəyin törəməsi 1 böl x-dir? Modul x. Modul x. Sağ ol səni. Sərhəd 1-dən 2'yə. 2'ni qoyanda 2 çıx ln 2 çıx 1 qoyanda 1 çıx ln 1. Az ln 1 0 elədi. Qaldı bura 1. 2'dən 1'i çıxanda 1 elədi. 1 çıx ln 2.
Sonra bax, bu da ondan da yazmıram. Bu da rahat, buna aid elədik. Bax, bu y-in kvadratı, bu 5ay. Yazım yaxşı. Sonra deyərsiniz ki, yazmadım mənim. Nəyin törəməsi 2y-dir? Y kvadratı. Y kvadrat. Nəyin törəməsi 5a? 5ay. Sıfırdan x. X-i qoysam, x-in kvadratı plus 5ax. 0 qoysam da 0 edir, heç yazmıram. Bərabərdir 8a-nın kvadratı. Bunu keçirdirəm bərabərliyin bu üstə. 5ax çıx 8a-nın kvadratı bərabərdir 0. 2 bərabər kök olması diskriminantın 0-a bərabər olması deməkdir. Diskriminantını tapanda nə olacaq? 25a-nın kvadratı çıx üstə gəl olacaq da, hə? 32a-nın kvadratı. Bu nə edəcək? 57. A nəyə bərabər? 0. Bir dənə. Bəli. Çatdı. 2 bərabər kök olanda diskriminasiya A sıfır. Bu da onun kimi. Bu nəyə yazıb? Bunun nəyin törəməsidir? Mənfi kosinus 2x bölü 2. Qoyub yerinə hesablayıb bərabər yazın. Bu da onun kimi. Kubların açılışını açarsınız. Hə? İxtisar gedəcək hesab. Budur kvadratla açarsan, budur kvadratla açarsan. Sən Allah buna baxın. Bu nə var axı burada? Bax 65. Bu ikini çıxarda bilərəm inteqraldan bayıra. A-dan B-yə fx dx. Bunu vuranda 6, 7 bölü 2-ni 2-yə böləndə nə edir? 7 bölü 4. İndi buradan da 3-ü çıxarda bilərəm bayıra. 3-ü çıxardanda nə qalacaq? Fx dx. Bəli. A-dan B-yə fx dx. Bu nədir? 3 vur 7 bölü 4. 21 bölü 4. Bu var. Neçə dəfə düşür? 5.4'da bir. Başa düşdünüz çocuklar. Bəli. Sağ olun, iyi çocuklar. Bax, bunu vurğulara ayırasınız. Pul üstüdür o. Yox. Elə acı vurğulara ayırasınız. Yuxarıda birinci 2 dənədən x-in kvadratını çıxardarsın. X-in kvadratını çıxartdın, qaldı x plus 1. Burada da zaten elə x plus 1 var. Həmin o x plus 1-i çıxardarsan bayrağa. X kvadratı plus 1 qalacaq. Məxrəcdə də x plus 1 var. Bax, bunlar çözəcək. X kvadratı plus 1 qalacaq. Nəyin kvadratı x-in kvadratı? X kub bölü 3 plus x. Sərhəd? Sərhəd 1-dən 2. 2-ni qoyanda 3-də 8 plus 2. 1-i qoyanda 3-də 1 plus 1. Atsam bundan bunu çıxanda 3-də 7 plus 1 3-də 10. 3 tam 3'də 1. 3'də 10. Deyib. Anladınız? Bu da rahatdır. Buna baxın inşallah. Bu dərəcənin salınma düsturu deyil. Açılıb. Nə çatışmır orada? 2. 2. Şuna bax, biraz bunun üçün biraz bicdiyin olmalıdır. Yüngül deyil, yüngül. Çıqqılı bicdik. Bəli. Azərbaycan hər bir tərəvəz yetişdirir. 2-ni çıxardırsan bunu bax. 0-dan 1-ə. O qapını örtər qoy. O nəzərə almır ki, başqası başqa moddadır. Öz modunu soxursan. Bu nəyin düz tutur? X plus sinüs 2x bölü 2. Bu edir kosinus kvadratı x dx. Bax, bu kosinusun dərəcə salınma üsuludur. Kosinus kvadratı x-in dərəcəsini bu cür salır.
bərabərdir P. Buranı necə tapacam? Sıfırdan 1'ə. O biz yəqin o evlənən oğlanın bacısıdır. Bəli, budur, oldu belə. İndi buranı da şeydir. Buranı da bilmirik də uşaqlar. Bura nədir? Sıfırdan 1'ə. Sinus kvadratı x dx. Buna deyirəm bir ad. Düzdür? Bununla bunu toplayırım. Bax, bunu toplayanda nə olacaq? Sıfırdan 1'ə. Bununla bunu toplayanda nə edir? Sinus kvadratı x plus kosinus kvadratı x. Dx. Bərabər nə eləyir uşaqlar? A ilə P-nin cəmi. A plus P. Bura nəyi verir bizə? 1'in iptidai funksiyası nəyi verir? X. X. Sıfırdan 1'ə. A plus P. İndi biz A-nı tapmalıyıq da. Bu eləyəcək 1. A plus P. P bərabərdir. 1 çıxılsın. A bərabərdir. Üzr istəyirəm. Bax, bizə A-nı tapmaq lazımdır. A bərabərdir. 1 çıx P. Oldu belə. Demək 1 çıx P-dən gedir söhbət. Yox. Biz bura P bölü 2 olmalıydı xahiş olar. Biz 2'ni çıxartmamışdıq bayıra. P bölü 2 oldu. 1 çıx P bölü 2 olur da. P bölü 2. Burada P bölü 2. Bura olacaq 1 çıx P bölü 2. Elə var da 1 çıx P bölü 2. Deyil. Çıx, deyil. Baxır, 70. Uşaqların 70. Baxın, bunun dərəcə salınma düsturuna görə yazsam, bu sinus kvadratı x bölü 2 deməkdir da. Bax, 70'ni birbaşa yazıram. Sıfırdan 1'ə nə oldu dedim? 2 dənə 2 vır. Sinus kvadratı x deməkdir. Dx. Bunu açanda məxrəcdə 2 alır, 2'lər gedir o. Bərabər deyilmi? Sıfırdan 1'ə sinusun kvadratı x dx bərabər nəyə? M bölü 2'dir. Düzdür? Kosinus kvadratında bilmirik də. Bunu bilmiriksə deyək bir x olsun. Deyək bu da x. Tərəf-tərəfə toplayıram. Bax, x ilə m bölü 2'nin cəmi bərabər 1 integralın altında 0'dan 1'ə. Kosinus kvadratı ilə sinus kvadratının cəmi verir 1'i. 1 yazmırlar, dx yazırlar. Bərabərdir. Bax, bu gənə də x plus 1 m bölü 2 bərabərdir. Nəyin törəməsi 1'i verir? X'in. 1 qoyanda 1 edir, 0 qoyanda 0, çıxanda 1 edir. Demək, buradan çıxır ki, x bərabərdir, 1 çıxılsın, Mirzə bölü 2. Gəldim bura. Bax, bu da gəldi. Sırf bu integrallı bir şey deyil, trigonometri. 71. Bax, integral mənfi pi bölü 2, 0. Elə kökün altında. Bu 2 ilə işim yoxdur. 2 qalır. Nəyi? Bu dərəcənin salınma düsturuna görə kosinus sinus kvadratı x'in 2 dənə sinus kvadratı x deməkdir da. 2 dənə sinus kvadratı x demək. Görürsünüz, xoşbəxtlikdən bu 2'nin biri 1 var idi, biri də özündən çıxdı. Kök çıxacaq. Dx. O da integral mənfi pi bölü 2 0. Bu uşaqlar 2 dənə sinus x amma modulda. Niyə mənim? Deyəcəm. Kökdən sıfır. Bu modulda çıxır deyə. Bax, gəlin belə eləyək. Sinus funksiyasının qrafiki yaduza düşür. Bax, belə getmir. Bax, mənfi pi bölü 2 də burada mənfi pi bölü 2.
Müsbət pi bölü 0 bura deyil. Əslində inteqralyanda belə bir integral tapırsan. Bu modla salıb deyə müsbət hissəyə keçirib də belə. 0-dan pi bölü 2 simmetrik funksiya deyir. Heç elə aydındır. Bu model option çıxardır bu aydında yaza bilərsən. Nəyin törəməsi sinusdur? Mənfi 2 dənə kosinus x. 0-dan pi bölü 2-yə də yaza bilərsən. Sərə. Pi bölü 2 qoyanda nəyə götürürsən? 0. 0 qoyanda da 1, 1, 1, 2 olur. Bu J sizi nəyə hazırlayır? Əgər xətlərlə hüdudlaşmış fiqurun sahəsi. Onun da bir dənə məntiqi var. Все. Nəysə. 1 mənfi 2 çıx olur. Qaqa bizdə səhv olmaz. Qaqa. Olar. Olar. Həyatda hər şey. Mən burada açıqlara qeyd edeyim. Keçən xətlərlə hüdudlaşmış. Bax bu yadınızdadır 2014-ün. Ha düşmüşdü. 14, 13, 13-də var. 13'de İkisinde de var. En sağlar. 13'de de var. Birdən 3-ə. Bunlardan nə çıxarda bilərsən? Üstə az olan çıxart da. X-in kubu qalmır. 0. Hə? Aşağıdan x üstündə 4 13 4-də 1 ilə 3 toplayanda vurursan qalxsan 13 bölü 4. Burada nə edəcəm? X-in kvadratı plus x plus 1. Bax, bununla bu gedir. Bu necə açılır? Bu nətər açılır? X çıx 1. X-in kvadratı plus x plus 1. Böl. X-in kvadratı plus x plus 1. Dx. Bununla bu gedir. 1-dən 3-ə. Bu nə edir? X çıx 1 dx. Nəyin törəməsi x-dir? X-in kvadratı bölü 2. Nəyin törəməsi 1-dir x? 3, 1. 3-ü qoyanda bu 9 bölü 4 onda 5 çıx 1 onda 5 edir. 1-i də qoyanda mənfi 0 çıx o da üstə gəl olur. 2. Çox olsun. Bəli. Çox kolay. Olay deyil, kolaydır. Bəli. 74-də baxırıq. Bəli. Promoy burada sərhədli soruşlar. Uşaqlar 3-ü salaram bura. 1-dən 2-yə. 3x-in kvadratı nəyin törəməsi? Yaxşı yazın. X-in kubu sərhəd 2-dən 1-dən 2. 2-ni qoyanda 8, 1 qoyanda 1, 7. Oldu belə. İndi bu birisini nə? Bu 2-ni salarsan bura. Özdə bərabərdir ha 7. 7 bərabərdir. 2x dx. Belə yazırsan. X kvadratına. A-dan B. Bəli. Bu olur 7 bərabərdir. X-in kvadratı sərhəd A-dan B. Tuncay başa düşürsən? Tuncay hardadır? Başa düşürsən? B-ni qoyanda eləcək B kvadrat çıxar. Bu 7. B çıxılsın A. B üstə gəl A. Şərtə qoyub ki, A ilə B naturaldır. Hansı ki naturaldır? B üstə gəl A-nı 7 götürürəm. B çıxılsın A-nı da götürürəm 1. 2B bərabərdir 8. B də 4. B 4 isə A-da 3. Aydındır. Bu da axırıncı qapalı. Gedir açılır. İndi xətlərlə hüdudlar. Nə qədər eləyirsiniz, gələn səfər mən də baxaram.
Gəlin əyrilərlə hüdudlaşmış fiqurun sahəsinə keçsin. Gəlin videonu orada sonlandırayım. Bu cavab verilmiş şey. Ya da elə davam edir. Nəyin törəməsi bunu verir şu an? Bax. Birə baxın. Ln x. Birinci. Bu funksiya hansı funksiyadır? Hiperbolik. Bax, bura baxın. Xanım, bura baxın. Bu fiquru görürsünüz. Bu fiquru iki dənə aspektə baxın. Bir y oxu üzrə belə-belə. Bir də x oxu üzrə baxın. X oxu üzrə harda başlayır, harda qurtarır? 1-də başlayır, 3-də qurtarır. O olur 1-dən 3-ə sərhəd. Yuxarısı haradır, hansı funksiyadır? De bu. Aşağısı hansıdır? X bərabərdir. X oxudursa, y bərabər 0-dır çıxartdır. 0 da çıxsam elə özü eləyir. Bu nə eləyir? Ln modulda x 1-dən 3-ə. 3-ü qoyanda ln 3, 1-i qoyanda ln 1, ln 1 onsa 0-dır, qalır ln 3. Ln 3. Bu işlənmiş hissə var, fiqurun sahəsi ln 3. O Suhellanın ağır başına and olsun elə. Mesela biz baxırıq. Mesela x bərabərdir 1, x bərabər 2. Bu sərhəddir də deyir. Sərhəddi götürmədi birdən 2. Aha, Sərhəd 1-dən 2-yə gəndə ln x. ln 2 çıx ln 1. O da ln 2. Sağ ol səni. Başa üstündən. Bəli, bu bilirmiş bu. Onda da sərhəd Baxın. 0-dan 1 olur. 3-dən. X oxu boyunca fiqur harda başlayır? 0-da, harda qurtarır? 1-də. Bu bizim sərhədimizdir. 0-dan 1. Y oxu boyunca bu işlənmiş hissənin yuxarı sərhəddə hansı funksiyadır? Və bunun özüdür. Aşağı sərhəddi x oxudursa y bərabər 0. 4x-in kubu. dx. X-in kub üstü 4 0-dan 1-ə 1 edir deyil. Çatmadı. Bu da elə. Bu fx-in bunu necə hesablayarsan işlənmiş yeri? Sərhəd hardan alırlar? 4-dən 8-ə fx-in ibtidai funksiyası. A. Bu donlandı, bu donlandı, bu donlandı. Aha. Gəldim bura. 9-a. Baxırıq. X oxu üzrə harda başlayır sərhəd? Bax burada. Burada başlamır işlənmiş hissə. Bax buranın x-i necə taparsınız? Bu hansı düz xəttdir? Y bərabərdir y düz xətt. Y bərabərdir 2y düz xətt. Bu funksiya hansı funksiyadır? Hayır, kəsişməsinin x-ini tapmalı. Bunu buna bərabər eləyəndə deməli 2 böl x bərabərdir 2y. Bunun məxrəcində 1 var. Tənasüb kimi yer daşıyında x bərabər olur 1 böl y-yə. Demək bu x oxu üzrə harda başlayır? 1 böl y-dən. Demək inteqralın sərhəddi 1 böl y-dən hara gedəcək? 1-ə gedir. İndi başlayır. Yuxarı sərhəddə hansı funksiyadır? İşlənmiş sən. Tunca. Bunun yuxarı sərhəddi bu deyil. O da y bərabər nədir? 2y. Çıx. Aşağı sərhəddə alır. Çıx 2 böl x. Nəyin törəməsi 2y? X-ə görə. 2y x-in. Niyə ədəd? 2y x. Nəyin törəməsi? 2 ln modulda x. Sərhəd hardadır? 1 bölü y-dən 1-ə. 1-i qoysam yerinə. Bu edir elə. Ln 1 nə edir? 0 eləmir. Qalır 2y. Çıx. 1 bölü y-ni qoyanda 2 y-ni 1 bölü y-yə vuranda eləyir 2. Hə? 1 bölü y-ni ln 1 bölü y nəyi verir? Mənfi 1. 2-yə də vuranda mənfi 2. Düzdür. Qabaqda bir dənə də mənfi var. Yox, elə
Hərdən müsbət 2 olur. Bozacaq 2 dənə y çıxdı. Tutur söhbət. Nice. Yazmaq lazımdır, çünki ola bilər sərhəd mənfi olsun, qoyanda eləyinçi mənfi olacaq. O biraz problem yarada bilər. Deməli, bax burada. Biz xətlərlə hüdudlaşmış fiqurun sahəsindən danışırıq. Birinci. Nəyə baxır? Nazim deyəndə mən başlayan kimi o da başlayır orada. Gəlir deyib, bu deyil. Bəli. Düşdü adım bura. Küfr edəcəklər. Bax, integralın sərhəddi nədə tapmamış. Birinci gələyim, bax, belə deyək. Bu iştiqlənmiş fiquru görürsünüz. Bu, y oxuna nəzərən yuxarıdan aşağıdan nə ilə məhdud? Yuxarıdan məhduddur deyə bax, bu xətti funksiya. X plus 1 düz xətti. Çıx. Aşağıdan nə ilə məhduddur? Yazıram onu. 2x-in kvadratı plus x minus 1. Bu integralın içidir. Bunu tapır. İndi sərhəddi tapmaq istəyirəmsə, x-i bilirsən ki, bura 0-dır da. Sıfırdan başlayır. Sıfırdan başlayır. Buranı tapmaq istəyirəmsə, buranın x-ini tapmaq istəyirəm. Bunları bir-birinə bərabər. 2x, gəl istəyirsiniz başqa rəylə yazın. Yəni, bu əməliyyatdır da. 2x-in kvadratı plus x minus 1 bərabərdir x plus 1-ə. Bunu keçirsən, bu x-lər gedir. Gəl 1-i aparırım bu izə. 2x-in kvadratı bərabərdir 2-yə. X-in kvadratı bərabərdir 1. X mənfi 1 də ola bilər, müsbət də 1 ola bilər. Bax, məsələn, bu kəsişməni tapır mənfi. Bizə lazım deyil ki, bizə bura lazım. Demək, 0-dan 1-ə. Bu integralı toplu hesablayacaq. Da bunu mən eləməyim də, ayıbdır. Sizə hörmətsizlik eləmişlər. Bax, burada. Burada demiş 0-dan bunları bir-birinə bərabərləşdirib ki, 1-in eləyim də. Burada şey olar. Bax, qrafiki qura bilməsən, eləyə bilmirsən. Deməli, bax, koordinat oxu çəkirəm. Bu x kubu, x üstü 5 funksiyası təqribən x-in kubu kimi gedir. Bax, belə. Cüt dərəcəli olanda parabola kimi çəkəcəkdim. Tək dərəcəli olduğuna görə kub kimi çəkir. Y bərabərdir 0 düz xətti x oxunun özüdür. X bərabərdir 1 düz xəttidə x oxunun bir nöqtəsində kəsən düz xətti. Bunların hüdudlaşdırdığı fiqur bura deyil. Bu integral olacaq hardan? 0-dan 1-ə. Çünki 1 düz xəttindən gedir. İntegralda elə x-ü 5. Aşağısı 0-dır, çıxanda sayılır. X-ü 6 bölü 6, o da 6-da 1 edir. O birisi də onun kimi də eləmirəm. Keçirəm 15-ə. Bəli. Bu integralın bir tərifidir. Uşaqlar, burada iki hissə, oblast 2 tipdir. Gəlin birinci A-dan B-yə integrallayıram. İntegrallayıram oradan. A-dan B-yə. A-dan B-yə integrallayanda o iştiqlənmiş fiqurun yuxarı sərhəddi nədir? Gx. Aşağısı Fx. Ona görə orada Gx çıx Fx yazmışdır. Buranı integralladım, bu sahəni tapdım. Üzərinə gəlirsən, indi G artıq. B-dən C. Yuxarı sərhəd F-dir. Budur da düzdür. Budur. Budur da. Nə çevirmə. Budur da. Keçirəm bura. Yəni, əslində sizin orta məktəbdə bütün öyrəndikləriniz bunları eləyə bilmək üçün. Axırıncı mövzu.
Bu 2 dənə kök altı x funksiyası belədir. X bərabərdir 1 düz xətti belədir. Y bərabərdir 6 düz xətti də belədir. 1-də 1 alır. 6. Bunun 6 olması üçün 3 çarpı 9 olmalı. Bu belə gedir. Bu da hardasa yuxarıdan bir yerdən gedir. Bu məhdudlaşdırdığı fiqur buradır. Bu bir düz xəttir. Bunlar nə vaxt kəsişiblər? Bunların kəsişdiyi nöqtə hardasa buradadır. Yəni hansı funksiyadan gedir söhbət? Y bərabərdir 6 ilə bu. X olur 9 nöqtəsində onlar bərabərləşir. Demək inteqralın sərhədi 1-dən 9-a. Xətlərlə hüdudlaşmış yuxarı hissəsi nədir? Bu hansı idi? Y bərabərdir 6 düzdə. 6 çıx. Nəyin törəməsi 6-dır? 6x-in. Bunu əslində bu nətər yazaram? Bunu yazaram 2 vur. X üstündə 2-də 1. Üstünə 1 gələrəm. 2 vur. Üstünə 1 gələndə nə olacaq? 2-də 3. 2-də 3-ə böləndə böləm 2-də 3. 6x çıx. Elə bir 3 burada. 4 x üstündə 2-də 3. Sərhəd hardan aradı? 1-dən 9-a. 9-u qoyanda bura nə edir? 54. 9 3-ün kvadratıdır. Kvadratla gedir. 3, 3, 3, 27. 27-nin üzə bölən 9, 36. On sekiz. Yox, yalnız. 9 qoy. 1 qoyandakı çıxmalı yox. Çıx. 1 qoyanda nə edir? 6. 4 bölü 3. Elə bir 18-dən 6 çıxanda 12-nin üstünə gəlirsən bunda. 13 tam 3-də 1. 13-dən 3. Ha? 9-u qoymuşdum, bir də belə eləmişdim. 1-i qoymamışdım. Başa düşə bildiniz? Bu da ondan da yazmıram. Keçirəm bu birisinə. 18 məncə rahatdır. Daha rahat. İkisi nasıl kapasitli olur? Y bərabərdir 0 düz xətti x oxun özü. X oxu ilə bu fiqurun məhdudlaşdırdığı hissənin sahəsindən gedir. Bu parabola əyrisidir. Özdə kökləri nə edir? 0-dan 2. Belə bir parabola əyrisi. Sıfırdan 2. Hüdudlaşmış fiqur buradır. Bu da inteqralın sərhədi 0-dan 2-yə. Elə funksiyanın özüdür. 2x çıx x-in kvadratı dx. Nəyin törəməsi 2x? X-in kvadratı. Nəyin törəməsi? X-in kubu bölü 3. 0-dan 2-yə. 2-ni qoyanda 4. 8 bölü 3. 0 qoyanda da 0 eləyir. O da 12, 4 bölü 3. 1 tam 3-də 1. Alınır Zəfər. Alınır Zəfər bir şey. Ay Zəfər. Yaza bilirsən. Keçirəm neçəyə? 20-yə. İmtahana da bu tip düşür də bunlar. Birinci bax 20. Bu koordinat sistemi. Bu kök altında x funksiyası. Bu birisi nədir? X-in kubu funksiyası, kvadratı funksiyası. Bunlar hansı nöqtədə kəsişir? Kəsişmə nöqtəsinin apsisini tapırsın. Bərabər eləyəndə x nə olur? 1. Hə? Oldu.
Demək inteqrallarda başlayır 0-dan 1-ə. Yuxarı hissəsi hansı nədir? Kök altı x çıx x-in kvadratı. Kök altı x nə demək? X üstü 2-də 1. İntegral qoyuram da 0-dan 1-ə. Bu da x kvadratı dx. Üstünə 1 gələndə 2-də 3 edir. 2-də 3-ə bölsən 2 yuxarı 3 aşağı. Çıx x-in kubu bölünsün 3. 0-dan 1-ə. Elə 0 qoyanda 0 edir. Lazım deyil. 1-i qoyanda da edəcək nə? 3'te 1. Ha, bəli. 3-də 2. Çıx 3-də 1. Bu da 3-də 1 edirsiniz. 21 bir dənə özünüz həll ediniz. 21 oldu. Bax bu sual bax. Bizdən soruşur ki, parçasında təyin olunmuş fx funksiyasının qrafiki verilmişdir. S1 ilə S3-ün cəmi verilir. S2 ilə S4-ün cəmini soruşur. Uşaqlar, inteqralın nəyə yaradığını bilmək istəyirsənsə, mən əgər 0-dan 10-a qədər bu funksiyanı inteqrallayacamsa, integral mənfi də ola bilər. İntegralı mən özüm məcbur edib sahə hesablatdırıram. İntegralın məqsədi, yəni o integralı tapırıq ha, o sahə hesablamayır. Sadəcə, indi bax deyəcəm də sizə. İntegral bir sürü neydir? İntegral yuxarıdakı sahələrdən aşağıdakı sahələrin cəmini çıxır. Yuxarıdakı sahələrin cəmindən aşağıdakı sahələrin cəmini çıxır. Mən buradan buraya inteqrallayıb 63 tapmamışam. Neçənci sualdır? 23. 63 tapmışamsa, 63 bilirsiniz nə deməkdir? 63 S2 ilə S4-ün cəmindən S1 ilə S3-ün cəmin çıxanda alınan cavab. Bu 31-dir. Keçirsin 94. Demə bu cəm 94-dür. Çatdı fikri. Əgər məsəl üçün belə bir fiqur verilibsə, məsələn buradan başlayıb belə gedib, integral tapmaq, bax bu sahə ilə bu sahəni bir-birindən çıxmaq demək. Yuxarıdan aşağıya çıxırsan. Nazım bəy. İndi ola bilər ki, yuxarıki balaca olsun, çıxanda mənfi olur. İntegral mənfi də ala bilər, amma sahə mənfi olur. Bildiniz? YouTube reklamım gəldi. Bəli. İkidə bir x. Bax bu kök altı x. Bu da gəl biraz kritoy çəkmə, söhbətə kritoy girmək lazım. Hə? Bunu siz bilirsiniz də bilməm. Bax buradan baxın. Bu y bərabərdir. 2də 1 x düz xəttlərdirsə belə keçib getməyəcək. Bunlar hansı nöqtədə kəsişəcək? Bunu buna bərabərləyəndə sizcə nə qoysan? 4. 4 qoysan buradan 2 çıxar, 4 bu da 2 olur. 4-də. 0-da da onsuz zaten bərabər. Demək bu iştiqlənmiş hissə bunların məhdudlaşdırıldığı hissə budur. İntegral 0-dan 4-ə. Yuxarı sərhəd hansı funksiyadır bu? Kök x çıx 2də 1 x dx. Çatdı bu. Siz bir dahisiz, siz bir vampirsiniz. Bərabərləşdirdim. O ucumun içini yeyəndə mən tapa bilirəm, bax bilirsiniz. Sizdə hesabı yox. Bunu bırak, 25. Qardaşım, yaxşı, gəl bərabərləşdirək tapaq. Kök altı x çıx. 3də 1 x. 3'ü vuranda bura 3 kök altı x eləmədi, qardaş. Kvadrata yüksəlt 9x bərabərdir x-in kvadratı. X bərabərdir 9 eləmədi. Tənliydi də bərabərləşdirmək. Və deyirsən, biz harada o vardan bilir? 0-dan 9-a, bəli. Funksiyasının qrafiki və koordinat oxları ilə hüdudlaşmış fiqur. Və bu funksiyanın qrafiki nətər olacaq? Deyəcəm. Bu 26-cı sual. Bax, bu funksiyanın qrafiki, bu ümumiyyətlə nədir? Y bərabərdir. X plus 2-nin kvadratıdır.
Demək bu x plus 2-nin kvadratsa mənfi 2-dən belə getməli deyil. Koordinat oxları ilə məhdudlaşdırdığı fiqur bura düşmür. Bu haradır? Mənfi 2. Bura haradır? 0. Mənfi 2-dən 0-a. Elə inteqralda bunun inteqralı. O da nə olur? X plus 2-nin kubu böl 3 mənfi 2-dən 0. O koordinat oxları dedi ki, mən o kənara bir razılığı çıxmıyor. Ay, Çünki A1 aşağı bir O deməsəydi sonsuz sahə olardı tapmaq. Ona görə 3 dənə funksiya Hə. verir. Sabısı başın işləyir. Prosto sən burada imtahan verməməliydin. Sən getməliydin Sabisedovun imtahanı. Üzbəüz imtahan verilirdi. Orada təkərə düşməliydin. Jürilərin verdiyi sualları təkər. Budur. Bu da baba. Cəm heç olmasa səhifəmizi bitirək. Oy, səhifəmizi bitirək. Mantıqlı.